Sabahınız xeyir olsun, hamınızı salamlayıram. Gözəl izləyicilər, əziz dostlar. Bugün aprel ayının biridir. Bugün gülüş günüdür. Yəni ki, zarafat günüdür. Bugün insanlar bir-birinə zarafatlaşır, bir-birinə aldadır. Bugün istəyirəm mən də sizə bir zarafat edəm. Səhər-səhərdir. Toyuq düzələrimizi otarıram, əlimdə çombaq. Əslində otarmıram, sadəcə olaraq elə əlimdə ağac. Səhərin bu gözəlliyin dadını çıxarıram. Neyim? Əlimdən nə gəlir ki? Gedib Qaradənizdə gəmi sürəsi deyirəm ki, bacarmıram. Bacardığım işi görürəm. Toyuq düzəni yemləyib onlara xidmət edirəm. Bugün sizə bir əhvalat danışacağım Molla Əhlimandan. Molla Əhliman bir gün bir babat məclisi olur, hüzür yeri. O məclisdə rayonun prokuroru da iştirak edir. Nəysə, prokuror Molla Əhlimana əli ilə işarə verir ki, bir salavat ver, biz duraq. Molla Əhliman prokurora deyir ki, 2 dəqiqə bundan verdiyim fatə hələ qüvvədədir, durub gedə bilərsən. Bu sözdən prokuror çox istənir və Molla Əhlimana bildirir ki, Molla deyərsən sənin ağlın başından çıxıbdır. Səni göndərərəm, 10 il yatıb gələrsən, ağlın başına gələr. Heç Molla Əhliman da gözləmədən prokurora qayıdır, bu sözü deyir ki, yoldaş prokuror, sən məni göndərərsən, 10 il gedib yatıb gələrəm, amma mənim hələ göndərdiyim, yatmağa göndərdiklərimin hələ indiyənə qədər heç biri qayıtmayıbdır. Bu da bir səhər-səhərdir. Sizlərə məndən bir kiçik zarafat. Allah sizlərə ömür versin, gözəl izləyicilərimiz. Canınız sağ olsun, özünüzə yaxşı baxın. Həyatdır da, həyatda demək də lazımdır, gülmək də lazımdır. Hələ bir dənəsi də var, onu da danışmaq istəyirəm, amma istəyirəm danışmayam. Nəysə, qalsın gələn ilə. Bu il bu qədər. Allah sizlərə ömür versin, can sağlığı versin. Özünüzə yaxşı baxın. Mən də görüb naxardan nə iş görürüm, inşallah.